Salam, bugün sizlərlə bərabər Talvar hekayəsinin məzmununa və təhlilinə bir yerlə baxacağıq. İndi isə başlayaq. Deməli, əvvəlcə ağac şaqqıltısı eşidildi və bu ağac şaqqıltısı günortanın cırhacır istisində tamam kimsəsizləşmiş həyətdə çox gözlənilməz səsləndi. Sonra aşağı başdakı Gülağanın gözləri birdən-birə bərəldi və uşaq bilmədi ki, qışqırsın ya nə etsin. Həyətin ortasındakı xartuz ağacının yoğun gövdəsi öz-özünə şaqqıltı ilə iki yerə bölündü və bir müddət tut yağışıymış kimi qara tut həyətin asfaltına töküldü. Həyətdə birinci boylanan Ağamuradın arvadı, deməli, həyətə birinci boylanan Ağamurad Muxtarın arvadı Ana xanım oldu. Ana xanım mətbəxə oturub nahar üçün küftə yumurlayırdı. Şaqqıltını eşidib ikinci mərtəbədən ağaca baxdı. Sonra çaşbaş qalmış Gülağanı görüb əti yağlı əllərini əsri ilə tələm-tələsik silə-silə "Ədə, Gülağa!" qışqırdı. Qaç kişiyə xəbər ilə tut parçalandı və Gülağa da işin nə yerdə olduğunu başa düşüb babasının otağına tərəf qaçdı ki, kişini çağırsın. Amma Əlabbas kişi çağırmaq lazım deyilmiş. Çünki Gülağa hələ onun həyət qapısına çatmamış, kişi özü ilə ağ köynəkdəcə çoxdan bəri gəzmədiyi iti addımlarla qapıdan çıxıb xartuta tərəf gəldi. Deməli, birinci kim oldu onu görən, bayaq dediyimizə görə Ana xanım oldu. Ağa Muxtarın arvadı idi. Daha sonra kim gəldi? Babası gəldi. Tez eləyin, dedi. Tez eləyin. Bir də gərək qalmasın yerdə. Hamısını yığın bir-bir. Bircəsi də qalsa günah olar. Hamısını yığın, yeyilsin gərək hamısı, dedi. Tez eləyin. Sonra özü əyilib ağacın dibindən bir dənə tut götürdü. Qoydu ağzına, doğrudan doğruya kişiyə elə gəldi ki, ömründə bu ləzzətinə tut yeməyib. 100 ilin tutudu bu 100 ilin. Axır ki, yüzü haqladı bu xartut. Əlabbas kişi başını ikinci mərtəbəyə tərəf qaldırıb, böyük əlini Ana xanıma dedi. Aş pişir bugün. Əlabbas kişi bu dəfə Gülağaya dedi. Gördün ki, elə soruşdun, düz deyirsən, yoxsa yox gördün. Yəni, burada biz görürük ki, aş pişirin deməsi, yəni bu adətdən deyil. Yəni, Əlabbas kişinin özündən deməsi. Yəni, bəzən testlərdə də düşə bilir ki, xartutun yerə düşməsi ilə əlaqədar olaraq aş pişirilməsi adət və ənənədəndir. Xeyr, bu fikir yanlışdır. Çünki o yalnız öz istəyi ilə deyibdir. Adət və ənənəyə asılı deyil. Daha sonra deyir, doğrudan da yaman oldu bu xartutun parçalanması. Daha bunu bir söz də ola bilməz. Düz deyirmiş kişi, xartut 100 yaşına çatanda parçalanarmış və burasında lap doğru deyirmiş ki, bu tutun 100 yaşı var. Əcəb olduq. Bu tutdan bircə dəfə yeyirmiş kimi Fətullanın arvadı Məsmə dedi. Aha, bu səfər Məsmə, görək nə dedi. Yığıb qonşulara da pay göndərmək lazımdır. Əlabbas kişinin nəvəsi Ağa Səlim üzünü arvadı Zibeydəyə tutub dedi. Boşqab gətir, qazan gətir, dedi. Tut günüdür bugün. Əlabbas kişi dedi. Hə, biri də qalmasın yerdə gərək, günahdır. Bütün məsələlər bu məşhur tut ağacının 100 yaşı tamam olan həmin isti iyul günü, nə zaman idi? Verilə bilər. Nə zaman idi? İsti iyul günündə idi. Əlabbas kişinin evdəki bütün oğul uşağı nəvə nəticəsi gəlinləri həyətə çıxmışdı və hamı bu dəm ciddi cəhətlə həyətə səpələnmiş xartutu yığmaqla məşğul idi. Əlbəttə, günah məsələsini Əlabbas kişi elə belə özündən dedi. Heç kim heç vaxt deməmişdi ki, tut ağacının 100 yaşı tamam olanda və gövdəsi ikiyə bölünəndə yerə tökülmüş tutların hamısını yığmaq lazımdır. Sonraki günaha batarsan, belə bir qayda yox idi. Deməli, bunun qaydası yoxdur. Bu, yalnız özündən deyirdim. Necə ki, tutun 100 yaşı tamam olana plov bişirmək adət deyil, indi gördük ki, plovun bişirməsi adət deyildi. Amma bir halda ki, bu tut ağacı bu dünyada 100 il ömür sürmüşdü və onun 100 yaşına tamam olması Əlabbas kişi beləcə gözləmişdi. Deməli, bayram idi. Bugün deməli,
bayram idi bugün və bu 100 yaşlı ağacın bəhrəsini ayaq altına qoymaq günah işdi. Ələbbas kişi tut ağacının altına dayanmışdı və bu vaxt budaqdan onun sinəsinə düz ürəyinin başına bir tut düşdü. Kişinin ağ köynəyində o saat qıpqırmızı bir ləkə əmələ gəldi və bunu görən Ağa Muxtarın bütün bədəni birdən-birə ürpəşdi. Ələbbas kişinin böyük oğlu Ağa Muxtara birdən-birə elə gəldi ki, atasının ürəyinin başına güllə dəydi. Deməli, bu kimə elə gəldi? Ağa Muxtara. Və bu qırmızı ləkə də qan yeridir. Sonra Ağa Muxtar daha tamam kəmal ağarmış gür saçları ilə geri sığallayıb axır vaxtlar neçənci dəfə fikirləşdi ki, kişi yaman qocalıb. Aha, bu səfər də baxır ki, deyir, bu kişi yaman qocalıbdır. Daha sonra Ağa Muxtarın uşaq vaxtları onun yadına düşdü. Lap o vaxtlar ki, hələ divardan tuta-tuta gəzirdi. Sonra o vaxtlar ki, bu ağaca dırmaşıb tut yeyirdi. Ağzı, burnu, üst başı qapqara qaraldı. Ələbbas kişi özünü saxlaya bilməyib, ürəyində dünyanın etibarsızlığı barədə bir-iki söz dedi. Buna yandı, yaxıldı ki, illər adamı nə günə qoyur. O balaca uşaq idi, gör qocalıb, nə günə qalıb. Sonra şairin sözü Ələbbas kişinin yadına düşdü. Biz gəldi gedərik, sən yaşa dünya. Və o ağappaq bığlarının altında gülümsəyib başını buladı. Dünyanın işlərinə acığı tutmağa indi o gülməli görünürdü. Necə də ürəyində dedi ki, İskəndərə qalmayan dünya kimə qalacaq? Burasını da fikirləşdi ki, Ağa Muxtarın qocalığını görür, amma özündən heç bir söz demir. Ələbbas kişinin kiçik oğlu Fəthullah nəvəsi Gülağaya dedi, qaç get evdən qab gətir, boş qablar, qazanlar, baş barmaq boyda xartutla dolu məhəllənin uşaqları tutun 100 yaşı çatıb parçalanması xəbərini eşidib Ələbbas kişinin həyətinə daraşdılar. Hələ 5-10 tut qoydu ağzına, böyük də, kiçik də hamı elə bir yeşdil fikrə gəldi ki, bu tutun ləzzəti başqa şeydir və heç kim ömründə bu ləzzətdə tut yeməyib. Qonşuların hərəsinə bir nimçə tut pay getdi. Elə bil Ələbbas kişilə nişan gəlmişdi. Şirini paylayırdılar. Bu sözlə həmin şənbə günü məhəllənin uşaqlarından tutmuş böyüklərinəcən hamı Ələbbas kişinin həyətindəki xartutun parçalanmasına xəbər tutdu və Molla Feyzəli də əsasını döyəcəyə gəldi. Durdu Ələbbas kişinin küçə qapısı ağzında. Əlbəttə, Molla Fəzli də həmişəki kimi bir qazan tutunu alıb getdi. Həmin axşam Ana xanım yaxşıca, deməli, bu səfər Ana xanım yaxşıca bir plov bişirdi və arvad neçə stəkan düyü dəmləmişdisə, bütün həyətə çatdı. Ələbbas kişinin bir böyük həyət oğul uşağına, nəvə nəticəsinə. Məhəllədə ən çox toy bu həyətdə olmuşdu. Aydın məsələ idi ki, bu həyət həmişə belə çox adamlı, beləcə gür olmamışdı. Ələbbas kişinin atası Usta Həzrətqulu buranı alanda bu həyətdə 2 otaqlı bir mərtəbəli kiçik bir bina vardı. Bu həmin bağ uzaq vaxtlarındaydı ki, onda həyətdəki xartut hələ cavan bir ağac idi. Ələbbas kişi də balaca uşaq. Bu tutun gövdəsi indiki budaqlarından nazik idi. Ələbbas kişi evlənəndən sonra özünə 2 otaqlı da tikdi. Özünə 2 otaq da tikdi və indi həmin 2 otaqda Ələbbas kişinin nəvəsi Ağa Səlim ailəsi ilə yaşayırdı. Sonra uşaqlar böyüdü. Həyət kiçildi. 4 otaq oldu, 6 otaq, 8 otaq, sonra bir mərtəbə bina, 2 mərtəbə oldu. Oğullar evləndi, nəvələr evləndi və həmin tut ağacı parçalanan həyətdə hamıya bir parça yer tapıldı. Ələbbas kişi ilə Tubu xanım 2 oğlu, 4 qızı vardı. Deməli, Ələbbas kişinin həyət yoldaşının adı Tubu xanım idi. Onların 2 oğlu və 4 qızı vardı. Doğrudan da qəribədir dünyanın işləri. Ağa Muxtar da, Fəthullah da müharibədən sağ-salamat qayıtdılar. Deməli, bunlar müharibəyə getmişdilər. Başları çox qəza və qədər, çox məşəqqət çəksə də indi şükür salamatdır. İkisi də çoxdan baba idi. Kişi başa düşdü ki, bu gecə səhər kimi gözünə yuxu getməkdir. Çoxdan lap qədimlərdə olub keçənlər yadına düşəcək.
Və özü də təəccüb edərək ki, 5 yaşında, 6 yaşında olduğu vaxtlar əhvalatları necə yadına qalıb, amma 2 gün bundan əvvəl söhbəti yadından çıxıb gedir. O, 5-6 yaş olanda dağlar balası idi. Meşələr yadına gələrdi, sıldırım qayalar yadına gələrdi, başı qarlı uca dağlar yadına gələrdi, köpüklənə axan dağ çayında kəndin uşaqları ilə bərabər çimməyi, plansız eşeğə dırmaşıb çapmağı yadına gələrdi. Və bir də çəpiş yadına gələrdi. Bu çəpiş onun çəpişi idi. Hara geçəydi dalına düşürdü, əlindən yarpaq yeyirdi. Ələbbas kişinin atası kənddən köçüb Bakıda sabunçu neft mədənində fəhlə işləyirdi. Sonralar buruq ustası oldu. Deməli, onun atası Bakıdan kənddən Bakıya və sabunçu neft mədənində fəhlə işlədi. Ondan sonra buruq ustası oldu. Ələbbas üçün uşaqlığından çox hissləri yeniyetməli o yerlərdə keçmişdi, amma o neftçi olmamışdı. Dülgər olmuşdu. Deməli, Ələbbas kişi dülgər idi. 2 gün bundan əvvəl Ələbbas kişi baltasını, mişarını, rəndəsini, çəkicini götürüb həyətlərindəki küçə qapısının ağzına balaca bir skameyka düzəltməyə başladı. Mismarları əyri getdi, çəkiclə barmağını vurdu, axırda da balta ilə əlini əzdi. Ağa Muxtar dedi: "Əşi, əl çək bu işdən, nəyinə lazımdır? Gərək elə skamya düzəldəsən." Küçə qapıları üzbəyiz bir-birinə baxan Alxaz bəy dedi: "Kişi, get otur, uzan, yat. İstirahətini elə də." Benzin koloniyasında satıcı işləyən Meyranqulunun oğlu Əliqulu şeir yazan və məhəllələrin tarixində qəzetdə, jurnalda imzası olan ilk adam heyran dedi: "Necə də əməksevər qocadır. Əsl şeir qəhrəmanı, sənət qəhrəmanıdır. Bu rəşadət poetik təvəkkülün yox, həyatın bəhrəsidir." Əliqulunun danışıqlarını məhəllə çox adam əməlli başa düşmürdü və bu dəfə də bu sözlərə fikir verən olmadı. Ələbbas kişi sağ əlini tutduğu tiyəsi qanlı baltaya baxdı və balaca xanımın bir göz qırpımında küçəyə yığdığı adamlar arasında həyətə girdi. Ağzını açıb bircə kəlmə söz demədi. Məsələ onda deyildi ki, kişinin qeyrət boğurdu. Bu öz yerində. Məsələ bunda idi ki, belə bir nəxaliflik adamı yandırıb yaxdı. Usta onsuz da bilirdi ki, skamya onun dülgərlik aləminin axırıncı sözüdür. Ələbbas kişi hələlik belə fikirləşdi və biz görəcək ki, belə fikirləşmək tez imiş və indi usta burasında da özü üçün lap yəqin etdi ki, bu balta ilə 60-70 ildən sonra onun əlini kəsir. Çəkizlə barmağını əzir. Daha lap doğrudan doğruya qurtardı. Mismar vuraraq taxta rəndələmək. Xar tutun, 100 yaşı tamam olan həmin günün səhəri Ələbbas kişi yerindən qalxıb adəti üzrə həyat kranını, səlqə-səhmanını yudu. Böyük gəlini ana xanımın sübh tezdən dəmlədiyi çaydan içib çörəyini yedi və qıfılın açarını götürüb vaxtilə həyətdə taxtadan düzəltdiyi divarların suvaqlarını aparıb üstünə qırmızı kiremit düzdüyü alətxanasının qapısını açdı. Xar tutun, 100 yaşı tamam olduğu həmin yay gecəsi Ələbbas kişi bu qərara gəldi ki, alətlərin ən yaxşısını seçib aparıb satsın. Burada əlbəttə əsas məsələ pul məsələsi deyildi. Əvvəla Ələbbas kişinin donanacağı yaxşı idi. İkincisi isə Ələbbas kişi yəni normal yaş təbəqəli insanlar idi. İkincisi də bütün alətlərin qiymətləri bir o qədər də pul eləmirdi. Əsas məsələ burasındaydı ki, bu alətlər yaxşı bir ustaya qismət olmalı idi. Bu alətlər iş görməli idi, qalıb paslanmamalı idi. Ələbbas kişi alətləri bir-bir məhəllənin adamlarına bağışlaya da bilərdi. Amma belə bir səxabətin mənası yox idi. Çünki belə bir səxabət bu alətlərə rəva deyildi. Çünki bu alətlər həmişə bəhrə vermişdi. Gözəl qapılar, pəncərələr, taxtlar, sandıqlar düzəltmişdi. Kişinin yenə alətxanasını açıb çəkic, mismar götürməyini pəncərədən birinci məsmə gördü. Deməli, birinci məsmə gördü ki, və elə başa düşdü ki, qaynatası küçə qapısının ağzındakı yarımçıq qalmış skamyada təzədən düzəltmək istəyir. Tez Fəzullanı səslədi. Fəzulla
şəbənddə oturub çayı içə-içə televizorun gündüz və verilişinə baxırdı. Axşamlar bütün həyətin qız gəlini, arvadları yığışırdı Fətullagilin şəbəndinin televizora baxmağa və kişilərin və küçəyə çıxıb səkidə nərd oynamaqdan və nərd oynayanlara tamaşa etməkdən başqa çarələri qalmamışdı. Fətulla həyətə çıxdı, sonra Ağa Muxtar bəy həyətə çıxdı. Ələbbas kişinin gəlinləri pəncərədən boylandılar və hamı bu təzə xəbərdən tamam dilxor oldu. Ağa Muxtar dedi. Görək Ağa Muxtar nə dedi? A kişi, axı dost var, düşmən var, başlayacaqsan çəkəsi satmağa. Ağa Muxtar bu sözləri dedi, amma atasını da yaxşı tanıyırdı və bilirdi ki, kişinin beyninə bir şey gəlsə, onu oradan dartıb çıxartmaq çətin iş deyildi. Yəni, başlayacaqsa əməlli başda çəkic mişar satmağa, bunu da Fətulla dedi. Fətulla deyir ki, yəni çəkic satacaqsan, bu söhbət Ələbbas kişinin xoşuna gəlmədi və o oğul uşağın üstünə çımxırdı, yəni qışqırdı, yəni acıqlandı. Gedin, öz işinizlə, gücünüzlə məşğul olun, mənim başımı ağıl qoymayın. Amma Ələbbas kişi burasını demədi ki, nə satmaq bazlıqdır, bir yaxşı usta çıxsa qarşısına ki, bu alətləri sərraf gözü ilə baxa bilir. Qolunda gücü var, ayağında da taqət, pulsuzsuz halal edər. Ona bu çəkici də, mişarı da, rəndəni də və başqa nəyi varsa hamısını. Ələbbas kişicilin məhəlləsində 7-8 tin aşağıda təzə bağça salınmışdı və birinci gün usta hələli 4 alət seçib bu bağçaya gələndə skamyalardan birini əyləşib alətlərlə yanına düzəndə təsbehini çevirə-çevirə fikirləşdi ki, istirahət doğrudan da qiyamət şeydir. Adamlara baxdı, uşaqlara baxdı və əvvəlcə narahat oldu ki, uşaqlar indi yığılacaq başlayacaqlar mişara rəndəyə baxmağa. Amma biraz keçdi yanına ora-bura yüyürən bir-biri ilə oynayan uşaqlarla heç biri ona tərəf məhəl qoymadı. Heç ayaq saxlaya bu alətlərə baxmadı və Ələbbas kişi fikirləşdi ki, doğrudan da dünya yaman dəyişib. Uşaqların hərəsinin əlində avtomat, tabanca, rəngbərəng balaca vedrə, bel, 100 cürə oyuncaq var. Kimdir bu mişara çəkicə fikir verən? Kişi bunu fikirləşdi və ürəyini ağrıtdı. Bu çəkic mişara yazığı gəldi. Daha sonra onların bu kimsəsizliyi sahibin gücsüzlüyünü, acizliyini onu yandırıb yaxdı. Birinci gün Ələbbas kişinin rəndə mişarını müştəri gəlmədi. İkinci gün usta yenə gəlib bağçadakı skamyalardan birində əyləşdi və yenə də alətlərini yanına düzdü. Yenə adamlara, uşaqlara baxdı və yenə də bir-birindən öz uşaqlığından gördü. Odaqların ətəyini duydu, odaqların döşündəki gül çiçəyin rəngi gözlərinin qabağına gəldi. Odaqların çəniçiskini üçün darıxdı. Fikirləşdi ki, bir də heç vaxt bu dağlar olmayacaq, bir də heç vaxt odaq çayı boyunca addımlamayacaq, o saf havadan sinə dolusu nəfəs almayacaq. Usta fikirləşdi ki, nə tez gəlib keçdi bu illər və belə bir fikri gözləyirmiş kimi gözlərinin qabağında saysız-hesabsız adamlar gəlib ötdü. Çoxunun hesabını da bilmirdi, harda göründüyünü yadına salmırdı. Amma sifətlər bir-bir gəlib keçirdi. Uzun-uzadı illər boyu gördüyü, rastlaşdığı və bəlkə də heç birinin indi yer üzündə olmadığı adamların sifəti. İkinci gündə Ələbbas kişinin çəkic mişarına müştəri tapılmadı. Üçüncü gün hava bir balaca tutuldu. Xəzri əsməyə başladı. Ələbbas kişi bir müddət həyətdə vurnuxub tez göyə baxdı və oğul uşaqda bir ümid yarandı ki, bəlkə kişi daşı tökdü ətəyində. Elə bil usta özü də ürəyinə yağış yağmasını istəyirdi. Amma yavaş-yavaş göy açıldı və Ələbbas kişi də torbasını qoltuğuna vurub bağçaya getdi. Skamyalardan birində oturub alətləri yanına düzdü. Biraz vaxt keçdi və göyün üzü yenə tutuldu. Bağçadakıların çoxu uşaqlı, analı, qoca arvadlar yavaş-yavaş durub getdilər və bu zaman 25-26 yaşlarında bir oğlan, neçə yaşlarında 25-26 yaşlarında bir oğlan Ələbbas kişiyə yaxınlaşıb alətlərinə baxdı. Salamsız, kəlamsız soruşdu. Neçədir kişi bu zubul
Ələbbas kişi istər-istəməz ilk növbədə bu oğlanın əllərinə baxdı və oğlunun da həmin baxışların mənasını başa düşdü. Onun belə bir imamsızlıqdan xoşu gəlmədi. Nədir ki, əlimə baxırsan, görürsən ustayam da, yox? Ustayam, özü də lap yaxşısından, lap keyfin istəyəndən. Əlimdə də, bax görürsən, bir dənə döyənək də yoxdur. Əlcəklə işləyirəm mən, elektriklə işləyirəm. Sənin bu zubulun da heç kimə lazım deyil indi. Dükanlar doludur. Elektrik direli ilə 13 manat 50 qəpiyə biri. Ələbbas kişi bu şəxsli oğlana get bala get dedi. Get al elektrik direlini. Sən qısnayan var ki, gəl bu zubulu al. Oğlan bu bir söz demədi, əlini o tərəf bu tərəfə yerlədi və çıxıb getdi. Bu oğlan bəlkə də usta idi və bəlkə doğrudan da keyfini istəyən usta idi. Amma onun ürəyi usta ürəyi değildi. Üçüncü gün həmin oğlan Ələbbas kişinin çəkic mişarı ilə maraqlanan yeganə adam oldu. Dördüncü gün Ələbbas kişi həyətə çıxıb alətxananı açdı, torbasını götürdü və hərəsi öz pəncərəsindən həyətə baxan ağam xanımla Məsmə bu dəfə mənalı bir-birinə baxdılar. Yəni ki, ağ bir səhv baxdığımızda görəcək günlərimiz varmış. Ələbbas kişi həyət qapısından çıxıb təzə bağçaya getməyə əvəzən torbanın qapının ağzında yarımsıq skamyanın üstünə qoydu. Qollarını çırmalayıb skamyanı düzəltməyə başladı və ən qəribəsi də bu oldu ki, mismarları düz getdi. Balta da öz işini neçə illər bundan əvvəlki kimi səlqəli gördü. Çəkicsə, rəndə də kəlbətində Ələbbas kişinin quruyub ağqaxaca dönmüş əlini nə istərdisə onu elədi. Bir saat yarımdan sonra skamya hazır oldu və ana xanım da məsməyə də elə gəldi ki, qaynataları yenə 20-30 il bundan qabaq ki, usta Ələbbasdır. Səhər gün Ələbbas kişi evin qapı pəncərəsini əl gəzdirməyə başladı. Sonra həyətin şəbbəndlərini səliqəyə saldı. Sonra qonşuları baş çəkdi. Sürahilər təzələndi. Pəncərə çərçivələri səhmanlandı. Həyətlərin ikinci mərtəbəyə qalxan taxta pilləkənləri qaydaya düşdü və yavaş-yavaş yay keçib getdi. Payız başladı. Ələbbas kişinin isə yenə qolları güclü, hərəkətləri cəld, sərrast idi. Bütün məhəllə də bu cümlədən də Ələbbas kişinin oğul uşağı ustasının birdən-birə beləcə cavanlaşmasına məəttəl qalmışdı. Həmin bu fikirdə idi ki, Ələbbas kişi yenə də həyətlərindəki xartut kimi yüzü ötəcək. Balaca xanım hərdən gəlib Ələbbas kişinin küçələrinin ağzındakı skamyada otururdu. Balaca xanım ləzzətli söhbətlər edə-edə bərkdən şaqqanaq çəkib gülə-gülə o qədər tum çıtlayırdı ki, bütün səki tum qabığı ilə dolurdu. Bir dəfə də tərs-tərs ona bir də səkinin üstündəki tum qabıqlarına baxan Ələbbas kişiyə dedi. Süpürəcəm, ay Ələbbas dayı, süpürəcəm, hamısını neyniyim? Bizim qapının ağzında bir skamya düzəltmirsən də mənim üçün. Ələbbas balaca xanımla söz idi, deyirdi, heç vəslə gözləmirdi ki, Ələbbas kişi deyəcək. Neynək, sizin də qapınız ağzına sənin üçün bir skamya düzəldərəm. Balaca xanım elə bir ömründə bu cür siz ürəkdən sevinməmişdi. Doğrudan çox sağ ol Ələbbas dayı. Amma eləsini düzə ki, heç bir məhəllədə belə skamya olmasın, balaca bir talvarı da olsun. Ələbbas dayı yayda gün düşməsin üstümüzə. Ələbbas kişi neynək, dedi, talvar da düzəldərəm, taxta lazımdır biraz. Ələbbas kişi səhəri gündən işə başladı. Qəssab Ağa Nəcəfçinin küçə qapısının ağzına skamya düzəltdi. Balaca bir talvar üçün taxta dirəklər hazırladı və onun cəmi bircə günlük işi talvarı düzəltmək qalmışdı. Bütün məhəllə bu fikirdə idi ki, bu skamya Ələbbas kişinin sonraki ustadlığının şah əsəridir. Həmin nöqtəyə bir səhəri Bakıya elə bir təzədən yay qayıtmışdı və 100 yaşlı xartutunu həyətə səpələnmiş Xəzəli ilə belə bir isti-hiss uyuşmurdu. Çaynıqı qazın üstünə qoyub səhər-səhər tabaqcada qənd doğrayan ana xanım şüşəbənddə həyətə baxırdı. Arvadın gözü qaynatasının alətxanasına sataşdı. Sonra kişinin yatdığı evin qapısına tərəf boylandı və necə oldusa birdən-birə ana xanım ürəyi bir nigarançılıq büründü. Ələbbas kişi həmin bu vaxtlar həyət bacada dolaşardı. Bir müddət keçsə kişilər oyandı, uşaqlar tələm-tələsik çörək yeməyə
daşladılar ki, məktəbə gecikməsinə. Ələbbas kişi həyətə çıxmadı. Ana xanım çəkinə-çəkinə qaynatasının işə getməyə hazırlaşan Ağa Muxtardan xəbər aldı. Ağa Muxtar arvadının gözlərinə, içinə baxdı, bir söz demədi və həyətə düşüb atasının yatdığı bir otağa girdi. Ələbbas kişi gecə yuxudaykən keçinmişdi. Artıq Ələbbas kişi keçinibdi. Həmin gün bütün məhəllə gecə yarısına kimi Ələbbas kişinin həyətinə gəlib getdi. 100 yaşlı xartutun altına düzülmüş stullardan, kətillərdən oturub bir stəkan çay içdi. Ağa Muxtar da Feyzullah başsağlığı verdi. Çox adamlı o həyət elə bil kişinin getməyi ilə yetinməmişdi. O isti payız günü 100 yaşlı tut ağacı da tək tənha idi. Səhər isə məhəllə görünməmişdi. Bir hadisənin şahidi oldu. Balaca xanım küçə qapısı ağzına skamyanın üstünə çox yaraşıqlı bir talvar var idi. Bütün məhəllə qəssab Ağa Nəcəfdə ağlamaqla gözləri qızarmışdı. Balaca xanım da Ələbbas kişinin oğlu uşağı da bu işə heyrət etdilər. Məhəllənin lap balaca uşaqları arasında belə bir inan vardı və ümumiyyətlə məhəllədə belə bir şayiə gəzirdi ki, Ələbbas kişinin çəkilmiş rəndə kəlbətinin gecə özünə gəlib usanın, yarımsıq qalmış işini qurtarıbdır. Çox təsirli bir əsər idi. İndi isə gəlin əsərin təhlilinə baxaq. Əsər epik növdə hekayə janrında təkkiyə üsulundan istifadə olunubdur. Əsər mövzusu təbiət hadisəsinin fonunda sadə insan ömrüdür. Hekayənin qəhrəmanı Ələbbas kişi də sadə peşə adam olub, ömrünü zəhmətlə keçirmişdi. Adi bir əhvalat, xartutun parçalanması, çox saylı ailə üzvləri, eləcə də ki, məhəllədəki insanların Ələbbas kişiyə münasibətləri daha qabarıq üzə çıxırdı. Sadə zəhmət adamının ailə münasibətlərindəki səmimilik, milli mənəvi dəyərlərin qorunub saxlaması, xeyirxah əməllərin insan üçün həmişə vacib olmasının təsdiqi kimi mühüm məsələlərin əsərdə əksini tapması onu oxucuya sevindirən, qiymətli edən mühüm cəhətdir. Belə, oxuduğumuzdan elə məlum olur ki, bütün gənc cəmaət elə düşünür ki, Ələbbas kişi də xartut kimi 100 il yaşayacaq. Hekayəyə əsasən sadə əməkçi insanlar müqəssirləşdilər və sirrə çevirən nəticəni çıxartmaq olar. Sadə zəhmət adamı kimi əsərin baş qəhrəmanı öz mövqeyindən tamamilə razıdır. Ağa Muxtarın atası üzərinə düşən tut ləkəsi sanki kişiyə güllə dəydiyini hiss edir. Yəni belə, əsasən əsərin öz məzmununa baxdıq. Sağ olun, salamatla qalın.